Rusiya qoşunları Kursk vilayətində Ukrayna pilotsuz təyyarələrinin hücumlarından antidron dəhlizlərinin köməyi ilə müdafiə olunmağa çalışırlar. Lakin silahlı qüvvələr işğalçıların texnikasını məhv etməyə davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demchenko məlumat verib. O xatırladıb ki, Dövlət Sərhəd Xidməti də daxil olmaqla Ukrayna bölmələri Rusiyadakı düşmənləri məhv etmək üçün aktiv şəkildə pilotsuz təyyarələrdən istifadə edir. Demchenko deyib, Kursk vilayəti daxilində antidron dəhlizi yaradılıb. Düşmən bu dəhlizlərdən keçən texnikaya zərbələrin qarşısını almaq, onu Rusiya ərazisinə çata bilən hava vasitələrimizdən qorumaq üçün belə dəhlizlər qurur. Buna baxmayaraq, Ukraynalı əskərlər bu dəhlizlərdən keçən texnikanı məhv etməyə davam edirlər. Dövlət Sərhəd Xidmətinin sözçüsü bildirib, dronları necə uçurmağı artıq öyrənmiş olan oğullarımız bu dəhlizlərdən keçən texnikanı, həmçinin onları quran qrupları dəfələrlə məhv ediblər. Demchenko əmin edib ki, Ukraynalı əskərlər antidron dəhlizlərini məhv etməyə davam edəcəklər ki, düşmən Ukrayna ilə sərhəd yaxınlığında sərbəst hərəkət edə bilməsin. Bu məlumat sərhəd boyunca davam edən döyüşlərin fonunda yayılıb. Ukrayna baş qərargahı təkcə aprelin 15-də Kursk istiqamətində 4 döyüş toqquşması qeydə aldığını, əvvəlki gün isə 17 belə hadisənin baş verdiyini bildirib. Bundan əlavə, Rusiya mənbələri həmin gecə Kursk şəhərində pilotsuz təyyarələrin hücumları nəticəsində yanğınlar və mülki əhali arasında itkilər olduğunu iddia ediblər. Bu dəhlizlərin yaranması Rusiya qüvvələrinin müasir müharibədə dronların artan roluna uyğunlaşmaq üçün inkişaf edən bir yanaşmasını göstərir. Daha əvvəl Defense Express məlumat verdiyi kimi, 3-cü əlahiddə hücum briqadasının Terra hava kəşfiyyat bölməsinin Ukraynalı dron operatorları Kursk vilayətində Şimali Koreya istehsalı olan M1989 Koksan özü yeriyən artilleriya qurğusunu məhv ediblər. 60 kilometrə qədər atəş məsafəsinə malik 170 mm-lik artilleriya sistemi olan M1989 Koksan yeni atəş mövqeyinə doğru hərəkət edərkən hədəfə alınıb. Öz əl işi olan antidron qəfəsi ilə təchiz olunmasına baxmayaraq, Ukraynalı pilotlar dronu qəfəsin altından manevr edərək açıq lük vasitəsilə texnikaya zərbə indirib və onun yanmasına səbəb olublar.